Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Sallallahu ala seyyidina Muhammedin və alihi tahirin. Salamlayıram sizi dəyərli tamaşaçılar Fatimiyyə günlərində. Ötən dəfə biz məhz bəhsimiz bundan ibarət idi ki, Mədinə əhli peyğəmbəri gördüyü, dərk elədiyi halda nə üçün peyğəmbərin qızına yardıma gəlmirdilər, onun çağırışına müsbət cavab vermirdilər. Biz artıq bir neçə nöqtə barəsində danışmışdıq, hansı ki o xüsusiyyətlər Mədinə əhlində var idi və biz bugün ayıq və sayıq olmalıyıq, diqqətli olmalıyıq ki, o xüsusiyyətləri özümüzdən uzaq tutaq ki, öz dövrümüzün imamına nisbətdə həmin xətaları etməyək. Bugün isə tarixi nöqteyi nəzərdən bir nöqtəni istəyirəm ki, sizin diqqətinizə çatdırım. Hansı ki, bu da həmin dəlillərdən biri idi ki, Peyğəmbər qızının məzlumiyyətinə göz yumurdular. Onun qapı döyüb çağırış etməsinə əhəmiyyət vermirdilər. Bir dəlil də bu idi ki, tarixin özündə də qeyd olunub ki, Peyğəmbərin zamanında, Peyğəmbərin dövründə insanların Əhl-i Beytə müsbət baxışı yox idi. Hətta Həzrəti Əli əleyhissalama nisbətdə mənfi baxışları var idi və hətta Peyğəmbərin ətrafında olan yaxın səhabələrdən belə bir kəslər var idi ki, qəlblərində Əli əleyhissalamın kinini daşıyırdılar. Və bu bais oldu ki, Peyğəmbər dünyasını dəyişdikdən sonra həmin kini üzə çıxartdılar, yəni biruzə verdilər. Baxmayaraq ki, onlar Qədirxum hadisəsinin şahidi olmuşdular, təsdiqləmişlər Peyğəmbərin sözünü, qəbul etmişlər və Əli əleyhissalamı imamətə görə təbrik də etmişdilər, amma onlar öz vədələrinə xilaf çıxdı, əhdlərinə vəfa etmədilər. Biz əgər tarixi sənədlərə, mənbələrə baxsaq, görəcəyik ki, hətta Əhl-i Sünnə mənbələrində də bu qeyd olunubdur. Mərifətüs Səhabə adında məşhur Əhl-i Sünnənin kitablarından birində məhz Əbu Naim İsfahani tərəfindən qeyd olunur ki, Osman Əli əleyhissalama belə müraciət edir. Yəni 3-cü xəlifə Əli əleyhissalama belə deyir: "Ya Əli, mən nə edim ki, Qureyşin sənə kini var. Yəni Qureyş səni istəmir. 70 böyüklərini, hansı ki o böyüklər bunların arasında qızıl qılınc hesabı olunurdu. Onların 70 böyüklərini müharibədə qətlə yetirmisən." Bu ona işarə edir ki, Əli əleyhissalamın şücaəti, Əli əleyhissalamın İslam yolunda çalışqanlığı, vuruşması və mübarizə aparması onların qəlbinə kin salmışdı. Yəni Əli əleyhissalam məlum məsələdir ki, öz nəfsindən kimisə qətlə yetirməmişdi. Peyğəmbərin sifarişi ilə, Allahın buyruğu ilə o İslami döyüşlərdə iştirak edirdi və bu döyüşlərdə də sözsüz ki, Qureyşdən olan hətta İslama üz gətirmiş, İslamı qəbul etmiş şəxslərin yaxınları da olurdu ki, bunlar məsələn kafirlər idi və onlarla üz-üzə gəlib, onlarla vuruşduğu zaman sözsüz ki, ya Əli əleyhissalam özü aradan getməli idi, ya da qarşı tərəfi aradan qaldırmalı idi. Və bu müharibədə bu normal bir şeydir və normal bir hadisədir ki, iki tərəfdən biri dünyasını dəyişir. Və Həzrət Əli əleyhissalamın da biz İslam döyüşlərində bilirik ki, 80-dən artıq İslam döyüşlərində iştirak edibdi və ömrü boyunca 80-dən artıq İslam döyüşlərində iştirak edibdi və bir çox şəxsləri də bais olub ki, aradan getsinlər, onlarla üz-üzə gəlib və o şəxslər Osmanın sözünə əsasən, yəni Qureyşin böyüklərindən hesab olunurdu və müharibələrdə qızıl qılınc hesab olunurdular. Yəni onların qılıncları iti idi, döyüşçü idilər, yaxşı bacarıqları var idi bu sahədə. Buna baxmayaraq Əli əleyhissalamın göstərdiyi şücaətin nəticəsində dünyadan gedirlər. Və bu bais olur ki, dəlillərdən biri budur ki, bu bais olmuşdu ki, həmin ərəblərin qəlbində məhz Əli əleyhissalama nisbətdə kin-küdurət var idi. O kin-küdurət onların qəlbində qalmışdı və Peyğəmbərin vücudu mane olurdu ki, onlar Əli əleyhissalama nisbətdə öz kinlərini, küdurətlərini üzə çıxartsınlar. Və Peyğəmbər dünyasını dəyişdikdən sonra onlar başladılar, hətta Peyğəmbər vəsiyyət etdiyi zaman, ölüm döşəyində olduğu zaman, Peyğəmbər vəsiyyət edərkən Peyğəmbərə ad qoydular ki, nəuzubillah, Peyğəmbər sayıqlayır, özündə deyil. Və Peyğəmbərin vəsiyyətini, Peyğəmbərin sifarişlərini ayaq altında qoydular, onun Əhl-i Beytinin ehtiramını saxlamadılar.
Baxmayaraq ki, sanki Peyğəmbər bu olacaq hadisələri bilirdi və Əhl-i Beyt barəsində çox sifarişlər etmişdi və buyururdu ki, onlar əti ətimdəndir, qanı qanımdandır. Kim onlara nisbətdə məhəbbət bəsləsə mənə məhəbbət bəsləyib, kim onlarla düşmənçilik etsə mənimlə düşmənçilik edibdi. Və bütün bu kimi ilaxır bir çox sözləri var, sifarişləri var ki, Peyğəmbərin bunların hamısının şahidi olmuşdu, istər Məkkə, istər Mədinə əhli. Və bilirik ki, həmin o tarixdə qeyd olunan nöqtə özünü Peyğəmbərin dünyadan getməsindən sonra biruzə verir. Hansı ki, insanların, Mədinə əhlinin, hətta Əhl-i Beytə müsbət baxışları yox idi və məxsusən də Əli əleyhissalama qarşı kin-küdurətləri var idi. Hətta belə sözlər vurğuladılar ki, Əli əleyhissalam cavandır, yəni xilafət üçün yararlı deyil, ondan yaşlı daha böyük insan var ki, o daha uyğundur və sonra Əli əleyhissalamın zahirdə, yəni zarafatçıl, şuxtəb, gülərüz olmağını belə qələmə verdilər ki, o, yəni belə deyək ki, çox yaxşı çıxmasa da yüngül xarakterli bir şəxs kimi istədilər Əli əleyhissalamı qələmə versinlər və dedilər ki, o çox zarafatçıldır, ciddiyyəti yoxdur, uyğun deyil xilafət üçün və bu kimi istədilər ki, Əli əleyhissalamın fəzilətindən azaltsınlar. Və hətta Peyğəmbərin yaxın səhabələri biruzə verməsələr də Əli əleyhissalama böyük kinləri var idi qəlblərində. Necə ki, keçən dəfə qeyd etdik ki, onlar zahirdə İslama üz gətirmişdilər, iman gətirmişdilər, amma batinlərində İslamın həqiqəti yox idi. Və bu bahis oldu ki, onlar Peyğəmbər qızının məzlumiyyətinə də göz yumdular, Peyğəmbər qızının evinə də həmlə etdilər, hücum etdilər və o ev ki, ora Cəbrail əleyhissalam gəlirdi, o ev ki, orada digər mələklər, böyük əzəmətli mələklər daxil olurdu o evə, Peyğəmbər qızına yardım etmək üçün gəlirdilər və Peyğəmbər dünyasını dəyişdikdən sonra sırf xanım Fatimə-i Zəhraya təskinlik üçün Cəbrail əleyhissalam gəlirdi və Cəbrail əleyhissalamla, yəni xanım Fatimənin hətta danışıqları belə olurdu aralarında ki, bu danışıqlar Mushaf-ı Zəhra adında bir səhifədə qeyd olunub Əli əleyhissalam tərəfindən. Hətta keçmişdən, gələcəkdən baş verəcək hadisələr barədə Cəbrail əleyhissalam xəbər vermişdi xanım Zəhraya ki, həmin mushaf, yəni səhifə indi hal-hazırda İmam Zamanın əlində qorunub saxlanır və bir gün inşallah ki, üzə çıxacaq. Bu ev, hansı ki, o evdə bəzi günlər hədislərdə qeyd olunub ki, xanım Fatimə-i Zəhra ibadətdən, oruç tutmaqdan taqətsiz olurdu. Allah özü onu yuxuya verirdi və mələkləri göndərirdi o evə ki, İmam Hüseynin beşiyini Cəbrail əleyhissalam təkan verib yelləyirdi və digər işləri də Mikail əleyhissalam, İsrafil əleyhissalam onlar görürdülər. Hətta bunu müşahidə edən səhabələr də olmuşdu. Salman Farisi kimi, Əbu Zər kimi və Fizzə xanım kimi Peyğəmbərə də sual etmişlər bu barədə ki, biz bəzi vaxtlar gedirik, görürük ki, xanım Zəhra yuxuya qalıb, amma evdə heç kəs gözə görsənmir, işlər öz-özündən icra olunur. Peyğəmbər gülümsəyərək deyirdi ki, bu Allahın işidir ki, Allah Taala Zəhra yol olmasın deyə onu yuxuya saxlayıb və mələkləri göndərib ki, onun işlərinə yardım etsinlər. Yəni Peyğəmbərin ayaq qoyduğu evə, Peyğəmbərin özünə belə deyək ki, ən rahat istirahətgah kimi hesab etdiyi evə və Peyğəmbər qızının yaşadığı evə, mələklərin nazil olub xəbər gətirdikləri, salam gətirdikləri evə qəlblərinin Əli əleyhissalama olan kinindən, küdurətindən həmlə etdilər, hücum etdilər, Peyğəmbərin qızını qapı arxasında sıxdılar, saxladılar və əziyyət etdilər, şəhadətə yetişməsinə səbəb oldular. Mədinə əhli də bu şeyləri müşahidə etdi, lakin qəlbləri o qədər, yəni qəsavət bağlamışdı ki, sanki o qədər kin və küdurətləri var idi ki, Əli əleyhissalama onlar yəni heç bir əksi əməl göstərmədilər, heç bir rəftarlarında etiraz etmədilər. Susdular və bu susmaq da sanki razılıq əlaməti idi. Bəs deməli, Əhl-i Beytə və xanım Fatimə-i Zəhraya qarşı olan diqqətsizlikləri və zülmlərə sükut etməklərinin ən böyük səbəblərindən biri də Əhl-i Beytə Peyğəmbərin dövründə müsbət baxışları yox idi və Əli əleyhissalama qəlblərində yığılmış kinləri var idi. Köhnədən qalan kinləri var idi ki, o kinin sayəsində heç bir hərəkət etmədilər, öz vəzifələrinə əməl etmədilər və Peyğəmbərin buyurduqlarını
unutdular və ayaq altında qoydular. Allah Taala inşallah ki bizi Əhl-i Beyti sevənlərdən, Əhl-i Beytə məhəbbət olanlardan qərar versin və bizim nəslimizdən inşallah ki Əhl-i Beyt düşmənləri qərar verməsin və bu məsələlərdə çox diqqətli olmaq lazımdır. İnşallah ki aqibətiniz xeyirli olsun. Gələn dəfə başqa bir mövzu ilə, başqa bir bəhslə görüşmək ümidi ilə sizi Allaha əmanət edirəm.